Hal-hazırda dünyada çoxlu coachlar, filosoflar, lektorlar, ideologlar fərqli düsturlar təklif edirlər insanlara uğur qazanmaq üçün. Demək olar ki, bu hal-hazırda dünyada ən populyar mövzulardan biridir. Uğur qazanmaq həyatda. Bunu filosoflar da deyir, hətta fərqli qurular da var. Bunu təbliğ edən, bu barədə çoxlu leksiyalar verən. Bu pis şey deyil. Mən demirəm ki, bu yaxşı deyil. Bu pis deyil. Amma müdrik adamlar deyir ki, dərakəli insan əbədi uğura can atmalıdır. Çünki bu dünyada hansı uğur qazansaq belə, bunu nə qədər əlimizdə saxlayarıq, nə qədər əlimizdə saxlaya biləcəyik. Həyat çox qısadır. Düzün deyim ki, bu cür şeyləri eşidəndə həmişə ağlıma belə bir səhnə görünür ağlımda, belə bir şey təsəvvürümə gəlir ki, kimsə gəlib mənə deyir ki, sənə dünyanın ən böyük var dövlətini verirəm. Sən dünyanın ən zəngin adam olacaqsan və bütün işlərin uğurlu olacaq. Hamı sənə hörmət edəcək, məşhur olacaqsan, çox qüdrətli adam olacaqsan, güclü, cazibədar, bütün bu şeyləri sənə verirəm. Amma bir günlük bu cür uğur illüziyadır. Yəni buna uğur demək olmaz. O qədər şeylər də olsa belə. Bir gün uğurun nə mənası var ki? Tutaq ki, bir gün mən oldum çox varlı, çox məşhur, güclü, cazibədar. Bütün bu dünyada nə yaxşı şeylər varsa verdilər mənə bir gün. Əslində bu daha ağır ola bilər, çünki sabah onlar mənim əlimdən çıxanda mən çox əziyyət çəkə bilərəm. Birincisi ona bağlandığıma görə bu şeylərə. Bundan əlavə də nə qədər yuxarı qalxırsan, oradan düşmək bir o qədər ağrılı olur. Ona görə bu dünyada bizim qazana biləcəyimiz, çata biləcəyimiz bütün yüksəkliklər, bütün uğurlar, hamısı bir günlük uğura bənzəyir. Çünki bu uğurların ömrü çox qısadır. Mən buradan pessimist mesaj göndərmək üçün demirəm bu sözləri. Mən buradan bunu onun üçün deyirəm ki, hətta biz inanmasaq belə buna, hətta biz buna skeptik yanaşsaq da ki, əbədi həyat var, əbədilik var, əbədi uğur deyilən bir şey var. Hətta biz müqəddəs kitablara, ruha inanmasaq belə, bu barədə nəsə bir şeylər eşidirik. Bu barədə haradasa böyük informasiyaların olduğu haqda haralardansa eşidirik. Ola bilər ki, inanmırıq. Amma ən azından bu məsələni yaxşı araşdırmamaq, bu böyük itki ola bilər. Mən ola bilər deyirəm, dinləyən insanlar üçün mən əminəm ki, bu çox böyük itkidir.
Çünki əbədi uğur qazanmaq yolu var. Əbədi uğur var və əbədi uğura çatmaq var. Əbədiyyətə qovuşmaq var. Və həqiqətən insanın belə bir imkanı var. Əbədi xoşbəxt olmaq imkanı. Bu çox böyük mövzudur. Amma bu həqiqətdir. Əlbəttə bunun üçün insan çox şeyləri bilməlidir. Bütün problem odur ki, biz bilmirik. Biz bilmirik mən kiməm? Biz kimik? Nəsiminin sözləri çox qüdrətli sözlərdir. İmadəddin Nəsimi deyir ki, ey özündən bir xəbər qafil, oyan. Çox dərin sözdür, söhbətdir. Biz bilsək ki, biz kimik? Bizim xəbərimiz olsa ki, biz kimik? Biz başa düşərik. Əbədi həyat nə deməkdir? Çünki biz bilsək ki, biz hər gün güzgüdən gördüyümüz bu şəxsiyyət deyilik. Güzgüdən gördüyümüz bizim cismimizdir. Biz bu cismin içində olan əbədi ruhi şəxsiyyətik. Bu bədən olana qədər də biz mövcud idik əbədi olaraq. Bu bədən mövcud olmayanda da biz əbədi olaraq həyatımızı davam edəcəyik. Ola bilər ki, başqa bir dünyada, ola bilər ki, başqa bir həyatda. Ola bilər ki, bir dəfəlik bu dünyalardan kənara çıxaraq əbədi dünyamıza qoşula bilək. Bunlar üçün insan çox şeylər bilməli və çox şeylərə çox böyük işlər görməlidir. Böyük şeylərə çatmaq ucuz olmur heç vaxt. Böyük şeylər qazanmaq ucuz olmur. Ona görə bu məsələlərə çatmaq üçün insan çox işlər görməlidir. Amma ilk növbədə insan bilməlidir bu barədə. Və bu barədə Vedalar, Veda ədəbiyyatı çox dərin bilik verir. Bhagavad Gita Vedaların əsas kitablarından biridir. Çünki Bhagavad Gita'da Vedaların bütün məğzi var. 5000 il bundan əvvəl yazılmış Bhagavad Gita'da. Və Bhagavad Gita'da pillə-pillə Krishna açır bizim üçün. Mənim indi dediyim bu məsələlər nə deməkdir ki, biz kimik? Ruh nədir? Ruhun əbədi Allahla münasibətləri nədir? Bu sadəcə olaraq bir teoretik elm deyil. Bu elə bir şeydir ki, biz bunu öz praktikamızdan keçirib, biz bunu duya bilərik, biz bunu yaşaya bilərik. Vedalar bizə praktikalar verir ki, biz o praktikaların köməyi ilə özümüzün ruh olduğunu görək, əbədi olduğumuzu görək və duyaq. Bircə duyğu səviyyəsində yox, bu məsələnin bizə tam açılması üçün Vedalar çox ciddi praktikalar verir. Bu böyük fərqdir. Həqiqi müqəddəs kitablar bizə sadəcə teoriya vermir. Sadəcə olaraq nəzəriyyə vermir. Onlar bizə həm də həqiqi, ruhi praktikalar verir ki, o yazılmış nəzəriyyəni biz həyatımıza keçirib, həyatımızdan keçirib, orada yazılan həqiqətləri görək.